Çox hörmətli Zabıq sakinləri, əziz insanlar, əziz həmyerlilər, sizin hər birinizi salamlayıram. Bugün Praqma sosial inkişafa və ekologiyanın qorunmasına dəstək ictimai birliyi Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, yardımı ilə Laçın rayonunda su təhlükəsizliyi adlı tədbir keçirir. Tədbir iki yerdə keçiriləcək. Biri burada Zabıq kəndində, biri də Laçın şəhərində keçiriləcək. Layihənin məqsədi Azərbaycanda hal-hazırda bilirsiniz ki, Laçın torpağı, Şərqi Zəngəzur torpaqları işğaldan azad olunubdur. Layihənin məqsədi artıq bura köçmüş insanlar arasında bir maarifləndirmə işi aparmaq. Bizim bölgəmizdə, Laçın bölgəsində su təhlükəsizliyi ilə bağlı bir müzakirələr sizlərlə bir yerdə aparmaq və sonunda sizin təklifləriniz əsasında, tövsiyələriniz əsasında deməli, biz agentliyə öz tövsiyələrimizi, təkliflərimizi verəcəyik. Onlarda Prezidentin administrasiyasına həmin təklifləri göndərəcəyik. Bilirsiniz ki, uzun müddət bizim torpaqlarımız işğal altında qalmışdı. İşğal altında qaldığı müddətdə Laçın rayonunda çox ciddi ekoloji fəsadlar bütün ərazilərimizdə olduğu kimi Laçın rayonunda da çox ciddi ekoloji fəsadlar baş vermişdi. Bura həm torpaq fondu daxildir, həm meşə fondu daxildir, həm yollar daxildir. Bütün kəndlər hamısı darmadağın olub, demək olar ki, yaşayış infrastrukturu qalmayıbdır. Və eyni zamanda su ilə bağlı da ciddi, bizim su ehtiyatlarımızla bağlı ciddi problemlər yaranıbdır. Məsələn, indi bayaqların burada biz söhbət elədik ayaqüstü. Mən Bərdədə anadan olmuşam, ancaq atam da Bərdədə anadan olub. Dədəm Qarışdaqda anadan olub. Uşaq vaxtında çox gəlib gedirdik. Məsələn, Qarışdaqda mən bildiyim qədər bir 3 bulaq var idi. Onun ikisi ümumiyyətlə yerinə yeşdən olmuşdu. Biri də gözü falan tutulmuşdu. Artıq o ilk gəlib gedən cəmaat biraz kəndin ortasındakı bulağı qazlı elədi. Biraz o suyu tap-düzət çıxartdı. Eyni ilə Zabıqda da yəqin ki, həmin problemlər var idi. Təhcə indi bizim məsələmiz sırf bu kəndlə bağlı deyil. Deyək ki, Minkətdə, başqa kəndlərdə, Soyuq bulaqda, Mişnidə və digər bütün Laçın ərazilərində biz necə eləyə bilərik ki, həmin o su ehtiyatlarını özünə qaydaraq. Bilirsiniz ki, dünyada şirin su ən qiymətli hazırda xəzinələrdən biri sayılır. Harada şirin su varsa, harada şirin su ehtiyatı varsa, orada artıq strateji bir ərazidir. Laçın elə bir bölgədə yerləşir ki, buranın strateji əhəmiyyətini heç kimə izah eləməyə məncə ehtiyac yoxdur. Biz həm də sərhəd bölgəsidir, Laçın sərhəd bölgəsidir. Və adətən sərhəd bölgəsi olanlarda iki cür demək su ehtiyatı olur. Biri trans-sərhəd su ehtiyatları olur, bir də daxili su ehtiyatları olur. Laçının ən böyük üstünlüyü ondadır ki, baxmayaraq ki, burada da trans-sərhəd su ehtiyatları var, ancaq məsələn, Oxtuçay ilə müqayisə eləsək, bilirsiniz ki, Oxtuçay mənbəyi Ermənistan ərazisindən keçir və digər bu kimi bəzi çaylarımız var, Ermənistan ərazisindən keçir. Onlar da orada o çirkləndirməni, müəyyən o tullantıları və s. çox pis şəkildə aparırlar. Ancaq bizim çayların çoxu ilə, məsəl üçün, Zabıq çayın üzü, mən bildiyim qədər daxilindən başlayır, yəni daxili su hövzəsi sayılır. Bu baxımdan çox əhəmiyyətlidir ki, artıq bizim Laçında daxili su hövzələrimiz var. Bundan bağlı biz iki dövlət qurumuna informasiya sorğusu göndərdik. Birincisi, demək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərdik. Nazirlikdən bizə cavab gəldi. Bilirsiniz ki, amma iyul ayından etibarən onların səlahiyyətlərini alıb veriblər Dövlət Su Ehtiyatları Agentliyinə. Öz səlahiyyətində olduğu dövrlə bağlı demək, geniş bir məlumat göndərdilər. Onların məlumatını mən çatdırmaq istəyirəm. Onların verdiyi məlumata görə ki, bizdə daxili su hövzələrində hal-hazırda heç bir ciddi onların dediyinə görə problem yoxdur. Monitorinqlər aparılıbdır, demək, suyun tərkibi analiz olunubdur və belə deyək, sağlamlıq üçün
çox əlverişli belə deyək də su ehtiyatlarımız var. Ancaq onu da qeyd elədilər ki, sözün açığı orada yazmamışdılar. Mən də dəqiq bilmədim hansı bulaqları nəzərdə tutublar. Dediklərinə görə bəzi demək ərazidəki bulaqlarda təbii metalların həcmi demək daha çoxdur, yəni normadan daha çoxdur. Bununla bağlı da indi biz təklif yazıb verəcəyik ki, ümumiyyətlə Laçındakı bütün bulaqların bir texniki pasportunu çıxartsınlar. Onu cəmiyyətə elan eləsinlər, demək saytlarına, rəsmi saytlarına qoysunlar. Eyni zamanda o hansı bulaqlardırsa cəmiyyət oranı da bilsinlər. Mənim özümün gəldiyim nəticələrdən biri budur ki, məsələn, o Şəlbət tərəfə gedəndə yolun qırağında bir Süleyman bulağı var idi. Onu biz içdik, özüm mən hiss elədim ki, bu bir sular çox yumuşaqdır. Onda biraz sanki codluq var idi. Bəlkə də biri oldu, yəni yalan demək istəmirəm, amma ola bilsin ki, yəni bu tipli bəzi o cod bulaqlarda mövcuddur. Bizim bugünkü tədbirimizdə deməli, müəllimi tanıyırsınız, xüsusi təqdimata ehtiyacı yoxdur. Çox sağ olsun ki, bugün bizə bu şəraiti də yaratdığına görə Zabıqcan məktəbimiz təşəkkürlərimizi bildiririk. Xosrov müəllim Azərbaycanda nadir ekoloqlardan biridir. Xosrov müəllim iqtisadiyyat aqrar elmlər üzrə fəlsəfə doktorudur və Bərdədə də yaşayan yeganə elmi dərəcəsi olan insanlardan biridir. Və bir də demək, kimin uşağı Bərdədə kollecdə oxuyursa bərbaşdan tapşıra bilər, xahiş edə bilər. Xosrov müəllim Bərdə Kollecinin direktorudur, ora rəhbərlik edir və çox gözəl də nəticələr əldə olunur. Əgər etiraz eləmirsinizsə, mən sizə bir qısaca söz verim, xoş gəldin çıxışı ediniz, Xosrov müəllim daha geniş məruzə edir. Olar mı belə? Çox sağ olun. Çox hörmətli Talib müəllim, hörmətli qonaqlar, kənd sakinləri, hər birinizi salamlayıram. Sizləri qonaqları doğma şəhərimizdə görməkdən qürur duyuruq. Bilirik ki, 30 ildən artıq idi biz doğma yurdumuzda yaşamaqda. Azərbaycan digər bölgələrində sığınmışdıq. Onlardan biri də Bərdə şəhəri idi. O 30 il ərzində göstərdiyiniz diqqətə, qayğıya görə hər birinizə, hər bir Bərdəyə xüsusi təşəkkürümüzü bildiririk. Qaldı bugünkü tədbirə bildiyimiz kimi dünyada su qıtlığı var. Bəzi ölkələrdə su qıtlığını dəniz suyunun təmizlənməsi və yaxud da tuzlaşdırılması, tuzun çıxarılması yolu ilə həyata keçirir. Təsəvvür edin ki, dünyada su ehtiyatının nəzərə alsaq ki, 97% elə Rusiya payına düşür ki, yəni 3% isə dünyanın digər bölgələrində daimi qonşuluqlar da nəzərə alsaq su ehtiyatı çox azdır. Bu su ehtiyatlarının Laçın rayonu ərazisində çox olması bizlər üçün qazancdır. Amma unutmayaq ki, biz nə qədər burada yaşayırıqsa, elə bir təsəvvür edək ki, su israfçılığına yol verirsə, biz özümüz qədər də adamı susuz qoyuruq. Yəni, sudan vaxt vardı ki, misal çəkilirdi ki, deyirdi, hər şey su qiymətən. Amma bu gün təsvirlər olsun ki, dünya əhalısının sayınlaşdırması suyun qızıldan da bir dəyərli olmasına gətirib çıxarır. Dünyada insanların yaşaması üçün hava, su, bir də torpaqdır. Bunlardan biri olmasa və də günəşdir. Bunun biri olmasa yaşayış mümkün deyil. Amma mən deyirəm ki, ən əsası yeri münbitləşdirən, ab-havanı gözələşdirən, ətrafı yaşıl aləmə qərq edən sudur. Ona görə də hər birimiz əllə bilək, sudan səmərəli istifadə edək. Bir daha xoş gəldiniz. Çox sağ olun, çox təşəkkür edirəm. Deməli, üzr istəyirəm, sizin adınız necə oldu? Xəyyam. Xəyyam da salamlayıram bizə, demək, nümayəndəliyinin mavinsındır. Bəli. Çox xoş gəldik, çox xoş gördük. Siz xoş gəldiniz, xoş oldunuz sizi görmək lazımdır. Xosrov Məhəmmədlər, icazə verirsinizsə, siz də bir açılış konuşmanızı yapın, sonra bizim sakinlər... İlk öncə mən sizləri salamlayıram, sağ olsun. Doğrudan da doğma torpaqlarda yaşamaq, doğma torpaqlarda gəzmək. Mən ilk dəfədir ki, bu əraziyə gəlirəm və buradakı olan gözəllikləri gördüm və gördüm ki, necə insanlar burada çalışırlar, işləyirlər və bu Azərbaycanın qədim torpağıdır və biz burada haqqımız var ki, yaşayaq. Bugünkü tədbirimizdə nəyə həsr olunubdur? Suya. Su, bildiyimiz kimi, demək olar ki, havadan sonra insan orqanizmi üçün ən vacib elementlərindən biridir.
Yəni orqanizm 25% su itirəndə yeni məhv olub gedir. Bu təkcə bütün canlılara aiddir. Yəni canlılar susuz yaşaya bilmirlər. Ancaq çox təəssüflər olsun ki, dünyada bu su problemi çox aktualdır. Dünyanın ən aktual problemlərindən biri ekolojik problemdir. Ekolojik problemlərin içərisində də xatırladım ki, dünyanın 43 ölkəsində milyard yarım insan su çatışmamazlığına necə, suya həsrətdir. Afrikada insanlar bilirsiniz ki, xoşbəxt insan deyirlər. Doyunca su içər. Bəlkə də bizə qəribə gəlir. Amma orada su yox, çünki ekvator xattına yaxın olduğuna yağıntı çox azdır, buxarlanma çoxdur. Nəticə etibarilə oradakı insanları belə planlaşdırırlar ki, orada bir 20-30 milyon insan köçəcək şimala. Çünki artıq dünyada nə baş verir? Qlobal siləşmə baş verir. Qlobal siləşmədən nədən baş verir? Hələ mən 20 il bundan qabaq dedim, belə məqalələr yazdım. Elm məqalələri, müxtəlif yerdə çıxış edirdim ki, atmosferin çirklənməsi sonunda gətirib iqlim dəyişikliyindən çıxartacaq. Görürsünüz, birdən bizdə nə gəlir? Birdən anormal soyuqlar olur, anormal istilər olur. Və yəni bunu da bitkilər, canlılar, o da insan kimi şeydir. O da başlayır stres keçirmək. Stres də keçəndən onun mənim immuniteti zəifləyir və bitkinin məhv olmaq təhlükəsini üzləşir. Mən xüsusilə olaraq qeyd etmək istəyirəm ki, bizim bax bu ərazi, siz xoşbəxtlik ondadır ki, Azərbaycanın su ehtiyatı 25% bu ərazidə, yəni formalaşır. Hələ o vaxtda bir erməni politolog vardı, Şahnazəriya. Dedi, gəlin Azərbaycanları su müharibəsi ilədir, ən yaxşı rahatdır. Nə mənada? O Azərbaycanın Qarabağdan, yuxarı Qarabağdan, aşağı Qarabağa gələn sular hamısını qarşısına aldılar və kəsdilər. Nəticə etibarı baxın, Sultanbuz meşəsi vardı Bərdə rayonun ərazisində, Ağdamın ərazisində. O ərazilərdə onlar hamısı Qarqar çayından gələn suyla qidalanırlar və onların hamısı qurudub, orada bu saatların hətta səhralaşma gedir. Yəni bunu ermənilər elədilər və böyük uğur əldə edilər, belə götürəndə. Çünki təəssüflər olsun ki, digər tərəfdən də bizim su ehtiyatımızın 72% kənarda formalaşır. Yəni bizim ölkəmizin su ehtiyatı başqa şeylərlə, bütün hər şeylə bizdə sudan kasadır. Təsəvvür edin ki, belə bir söhbət də gedir ki, əgər Türkiyə və Gürcistan istəyirlər su tutarlar yaradarlar orada, su ehtiyatını artırarlar. Və Talih müəllim dedi, bu saatların dünyada kim şirin suya hakimdir, o dünyanın hakimi olacaq, bunu bilir. Rusiya-Ukrayna müharibəsində bir səbəbdə gedib elə yavarı torpaq, Ukraynanın torpaqları su ehtiyatlarının olmaz. Yəni gələcəkdə bir 50 ilə, 60 ilə neft qaz kəmərləri ləğv olacaq. Çünki tükənəlik su. Və onun əvəzində nə yaranacaq? Su kəmərləri. Neyniyəsən deyib, gözünü hətta çıxardıb verib suya görə. Yəni su yolunda adam nə vaxt başa düşürük biz suyu. Amma bu sulardan necə istifadə edirik? Biz istifadə eləməkdə, idarə etmədə də problemlərimiz var. Bax, bizə gələn su qaynaqlarının çoxu, əksəriyyəti nədir hamısı? Torpaq mənşəli. Səmərəli istifadə eləmək lazımdır. Bu su, baxın, görürsə, eşitmə görə burada da şoçiklər qoyulubdur. Sahəni suvarma, içmək üçün onun hüququ var. Amma bu ehtiyatları biz nə eləməliyik? Səmərəli istifadə eləməliyik. Təbii ki, burada belə, biraz ola bilsin ki, bura buxarlanma azdır, yağıntı çoxdur. Ekolojik problemi yaradır. Siz elə düşünün, ekolojik problem suyu nədir? Bir, iqtisadi baxımdan. Yəni, o su gələ ki, suyu qəbul eləyək ki, sonra torpaqda olar, məhlul şəkillə düşək ki, onu neyəyə? Qəbul eləyək və inkişaf eləyək. Yəni, təxminən bir adama, mən vacib deyirəm, bir adama 2,5 3 litr su lazımdır gündə bir adama. Yəni, tələbat olur. İndi bunu ahalinin sayına. Gör, nə qədər böyük rəqəm olacaq. Mən başa düşürəm ki, bu insan həyatı üçün vacibdir. Ona görə də bu zonada da dediyim kimi 25 var su ehtiyatımız var. İndi bu su ehtiyatlarından biz necə istifadə etməliyik? Bax, ona görə də bizə deyəndə ki, su çatışmamazlığı var, su problemi var. Onu ancaq kimlər bilir? Susuz qalanlar. Susuz qalanlar adam insan dərk edir ki, biz bir şey olanda həmişə nəyə biz bilir? Bu su elə bilir ki, həmişə olacaq. Və belə bir ideya verirlər ki, biz Xəzər gördük, onun suyunu götürək istifadə edir. Elm nə qədər çalışsa, onu içməli su səviyyəsinə çatdıranmadır.
Baxmayaraq ki, elm texnologiya inkişaf edir. Nəyə gətirir? Xəzərin özündə İçməli. Xəzərin özündə də problem var. Nəyə görə? Çünki onu qidalandıran Volqa çayı, orada da su azalır. Yəni, dünyada neyinir? O buxarlanma çox olduğuna görə çaylar nədən qidalanır? Bulaqlar. Bulaqlar, kiçik bulaqlar gətirir balaca çaylara, balaca çaylar sonra nəyə gətirir? Bir Həkəri çayının mənbəsi nədir? Hamısı bulaqlardan götürür. Və indi bunun üzərində də bu zonalar. Bunun üzərində təxminən bu işğaldan azad olmuş Şərqi Zəngəzurda 24 dənə su elektrik stansiyası. Həm də bura nə olacaq? Yaşıl zona olacaq. Yaşıl iqtisadiyyat olacaq. Burada nə olacaq? Külək generatorları, ondan sonra günəş bataryaları, hamısı. Nə mənada elə? Bura ekoloji baxımdan təmiz zona olacaq. Bura turizm məkanı olacaq. Yadınızda qalsın, bu gözəllik, mən indi baxıram o Laçında, gördüyüm dağlarda o Şam meşəsini, Şamın içində müxtəlif ağaçları, inansınızmı, bu hər yerdə olmur. Bu təbii gözəllikdir. Bu təbii gözəllikdə də neyləmək lazımdır? Yararlanmaq lazımdır. Ancaq sizin üzərinizə bir şey kimi nə düşür ki, bu sudan səmərəli istifadə edin, yəni bunun israfçılığa yol verməyin, çalışın ki, necə də hər bir damcı suyun bir qədər var. Biz yeni texnologiyalar yaranır. Hamı düşünür, deyirək ki, suyu da yaratmaq olar, hər şey eləmək olar. Biz nə elədik? Avtomobili nə ilə əvəz elədik? Qazla elədik, sonra nə elədik? Elektriklə elədik. Yaxşı, indi bax, gəlin görək, bu suyu əvəz eləyək. İkinci bir şey var. Dünyanın suyla, kim suyu var, ölkəsində zəngindir. O suyu 10 dəfə, 5 dəfə neftdən baxa qiymətə satacaq. Çünki onu əvəz eləyən ikinci bir şey yox. Ona görə də elə deyirlər ki, hələ bir söhbət də gedir ki, 3-cü dünya müharibəsi nəyin üstündə olacaq? Suyun üzərində olacaq. Kimdə şirin su ehtiyatı var, o dünyanın hakimi olacaq. Hamının ona nəyə olacaq? Ehtiyacı olacaq. Və su ehtiyatlarının azalması bizə nəyə təsir edir? Ərzaq təhlükəsidir. Bax, bizim su ehtiyatlarımız az olması, biz xaricdən 1 milyon ton ərzaq buğdası alırıq. Onun məlumatınız var mı? Və nəyin hesabına bu? Bizdə o su təmin edə bilmirik. Əgər bir bitkini əkirsən, o su yoxdursa, onu əkməyə mənası yoxdur. Amma elə düşünməyin, bu çörək bu qiymətədir. Onu biz xaricdən alırıq baha qiymətə. Amma dövlət başçımız, cənab prezidentimiz, Müzəffər Ali Başkomandan, cənab İlham Əliyev o çörəyin qiymətini, un qiymətini kompensasiya edir, neftdən gələn gəlirlə. Və bizə elə ucuz qiymət olur. Və kimdir bu saatların? Hamıda bu saat çevrilib ölkələr, satan ölkələr var, ərzağı, alan ölkələr var. Hamı istəyir hansını alır? Satanlar olur. Çünki, bax, bircə də sizə məsələni xatırladım. Bizdə Ukrayna-Rusiya müharibəsi başlayanda Ukrayna dünya bazarına hər il 30 milyon buğda çıxardır. Və müharibə başlayanda onu çıxmağa icazə vermədi. Rusiya gəmilərini vurdu, tankerlərini vurdu. Və o zaman Türkiyənin prezidenti Erdoğan müraciət elədi. Putinə ki, o gəmiləri vurma, dünyada ciddi bahalaşma var. Və bizdə də açığını deyim ki, mən xatırlam 70-80 qəpik olmuşdu burada. Və o gəmilər ki, çıxdı 20 milyon ton, dünya bazarına çıxan kimi neydi? Qiymət düşdü aşağı, gəldi bizə də aldıq və bizdə də 30-40 qəpik düşdü. Yəni, bu suyun bir tərəfi nəyə gedir? Ərzaq tərcih. Acı olan da adam, yadınızda qalsın, heç nə baxmır. Ac adam çox agresiv olur. Biz gözdə nədir? Çörək yəmirlər. Çörəkdir, ət deyil. Bizdə evdə ət olmayanda yemək pişirmirlər. Yəni, çörək olmayanda elə mən baxıram, təndir çörəyi hamı daşıyır, 3-4 dənə çörək yəmir. Biz təsəvvür edin ki, bizim bu su olmasa, bu su ehtiyatlarının azalması gətirir. Biz nəyə keçməliyik? Açığını deyil. İnovativ texnologiya istirahət metodu var. Hər bir bitki nəyinə sulamaq? Damcı suvarması olur. Damcı suvarma konkret bir bitkinin kökünədir. Yəni, bura suvarma bizdə nə var, nə biz hansından istifadə edirik? Selləmə suvarmadan. Selləmə suvarmanın mənfi cəhəti nədir? Suya çox itki gedir, torpağın qidasını yuyub axara qatlara aparır və nəticədə torpağımız nə olur? Zəiflik, mümkünlük azalır. Və gedir aşağıda da anas koy bizdə duzdur, qayıdıb bizə çıxır, su buxarlanıb gedir, duz qalır orada. Ona görə də biz nəyə sonuna keçməliyik? Daha əqsancı, sütləmçi suvarma sonu üstünlüyünə 50% suya qənaət edir. İkincisi, o bitkini dəyək buradadırsa,
Bunun böyründə bitən selmə su var, belə də buralarda da bitir ala. İndi bu qalırtı nə eləməli ona? Qarşı mübarizə aparmaq. Bu nəyə ya dərmanlamalı, ya ketmanlamalı. Bu da bizə nə edir? Əlavə və sərt xaçdır. Ona görə də ən yaxşısı nədir? Damcı su varmalı. Düzdür, bəzi yerlərdə pivotdur, yağmur suludur və nəticə etibarı bu da müəyyən mədədə sudan səmərəli istifadə etmənin bir yoludur. Və hər bir adam sahələri suvarkən neyini planlaşdırır. Ki, bu adam 1 hektar var, burada 2 hektar var, amma birində 100 hektar var. Amma dövlətdə hüquq baxımından hər ikisi eyni hüquqlar. Bu sahədə biz bərabər hüquqluyuq. Və əvvəlcədən planlaşdırır. Məsələn, deyək ki, tambağa bu qədər su tələb olunursa, neçə kubsa, buğdaya bir cür tələb olunur, müxtəlif tələb təmin edəcək. Və suyun da təminatı yaxşı olanda nə edir? Sizin o becərdiyiniz məhsuldarlığı yüksək olur. İsrafçılığın qarşılığını almaqla su təhlükəsizliyi təmin edir və bununla paralel olaraq həm də gələcəkdə Azərbaycanımızın ərzaq təhlükəsizliyini təmin edək ki, ondan sonra ərzaq təhlükəsizliyi olan biz kimdənsə asılı olmayaq. Niyə əvvəllər Ulu Öndər Heydər Əliyevin vaxtında birinci hakimiyyətdə olan dövrdə Azərbaycan nəyin ki özünü ərzaqla təmin edir? Həm də Moskva, Leningrad kimi şəhərləri ərzaqla təmin edir, yəni kənd təsərrüfatı məhsullarını. Amma bu gün biz onu eləyə bilmirik. Nəyə mənada? Çünki bu müəyyən burada islahatlar aparılmalıdır, inkişaf olmalı, amma təcrübə var. Bu su ehtiyatlarımızdan səvərən istifadə edək və gələcəkdə onunla yanaşı olaraq ərzaq təhlükəsizliyini təmin edək. Mən istərdim ki, bu barədə kimin nə fikri var? Bax, bunun danışdıqlarımızdan kimin nə fikri var, düşüncəsi deyək. Çünki o düşüncənin, sizin fikirləriniz, siz burada yaşayan ahalisi. O düşüncələr, fikirləri bizim üçün önəmlidir. Bunun bir ictimai birlik olaraq bu məsələni hökumət qarşısında qaldırmaq olar. Burada içməli su necə təşkil olunur? Yəni, burada vəziyyət hazırda... İdarə etmə necədir burada? Yəni, içməli suda mən indi gözüm də zabuqda qaldım 2 gündür. Bilirəm ki, evdə su var. Yəni, açıram krantı su var, hamamda su var. Yəni, belə. Amma o sistem necədir? Yəni, hardan gəlir o su, nə tərcə Hardan qaynaqlanır? Hansı Bundan siz necə istifadə edirsiniz? Çünki suyun elə təkcə suyun olmağı yox, suyun idarə etməsi özü böyük bir elm tələb edir. Yəni ki, bu səmərəli istifadədə söhbət edirik. İndi ona görə də mən istərdim ki, siz fikirlərinizi suallar verin. İçməli su, sonra keçək. Çünki mən özüm də müəlliməm, belə axşama da tələbələri dərs edirəm. Yəni sizin fikirlərinizdir. Mən də ola bilər, siz elə bir şey deyirsiniz ki, mən onu bilmirəm. Belə düşünmür, mən hər şey, birdən tələbə deyilməlim, mən bunu bilmirəm, deyirəm, bilsəydi bura nə gəlir? Bura gəlmişsə ki, öyrənmək. Ola, siz burada yaşadığınıza görə o problemləri daha yaxşı görürsünüz, daha yaxşı bilirsiniz. İndi mən də istərdim ki, fikirlərinizi deyirsiniz. Bizim bu danışdıqlarımızdan siz nə anladınız, nə başa düşdünüz, neyiyək, nə araq, nə tər edək, lori dildə desək. Şimdi danışmaq Belə istəyir. yanaşmaq olar ki, yəni sizin dediyinizdən belə, indi bizdə su problemi yoxdur. Hal-hazırda da belə deyim. Mənim, suyu hardan gətirilir? Bax, kəndə su hardan gəlir? Çaydan gəlir, burada şey tikiblər, skvat tikiblər. Ambara, Amma iki növ su var da, bu sularma suyu ayrıdır. Texniki su. Texniki su kimi, o da yəni içməli. Çay lillidir. Bax, o necə eləyir? Təmizləyir. Buradan gəlir, orada təmizlənir. Bəli, Buradan verir camaat. Hem de yer altına götürürdü o zaman. Çayın kənarında yer altında. Hə, qurut suları kimi. Yer altı sular. Burada da, bilmirəm, siz hansı yola gəldiniz, bu Güləbir tərəfdə də böyük bir ambar yaradılır. Ha, Bu da bilmirəm, Aran bölgələrinin su ilə təminatı. Onu deyirəm də, yəni çünki buranın Azərbaycanın su ehtiyatının 25% buradadır. Bu 25%-in hamısı bunlara lazım deyirlər. Müəyyən hissəsində o ərazilərin suvarılmasına kimi istifadə eləmək olar. Bu sular yoxlansa daha yaxşı. Açıq deyil ki, bu Yoxlanıb tərkibi yazılsa daha yaxşı. Hər bir suyun sanitar gigiyenik normaları var. Yəni, biri bu qaydır ki, bulaqda çıxır, çox suyuqdur, qəşək. Deyirəm, suyuqluq keyfiyyət əlaməti deyil. Keyfiyyət əlaməti onun tərkibində olan minerallarla zənginləşməsidir. Var, deyir ki, içki su var, gözsüz mineralla zəngin. Bir Çexiyada Karlova var. Bir də bizdə var, həm ondan da üstün sudur. Yəni, suyun əsas onun tərkibində olan minerallarının zənginləşməsi. Elə su var, içirsən, elə bir mədəndə nəsə bir şey qalır. Yumuşaq sudur. Elə yer var, içirsən, adama ləzzət edir. Şirin sudur, ondan sonra insan orqanizmdə yaxşı mənimsənir, heç bir problem yaratmır.
Yəni suyun keyfiyyəti də önəmli bir məsələ. Suyun elə təkcə onun kəmiyyəti yox, həm də nəyə lazımdır? Keyfiyyəti. Və bununla da yəqin sanitariya şey var, ehtimali yox. O gəlib sudan nümunə götürür. O suyun nümunəsini götürəndə o da standartlar var. İndi standartlar da belədir ki, elə ölkələr var ki, 100 ballıq sistemlə götürülmüşdür. Açığı deyim ki, Azərbaycanda elə yerlər var, rayonlar var ki, məsələn, Kürdəmir başqaranı, inansız onlar Kürün suyunu çıxardılar oradan, gətirib daşlar var, daş. O daşa qoyub onunla sürdür. Onlar o Kürün suyunu nə bilirlər? Böyük deyil, xoşbəxtdir ki, bizim yanımızdan Kür çayı gedir. Və Kürün bir çayı keçir. Bunu deyirəm, o keyfiyyətli su deyil, belə bir çıxmasın, bütün Gürcistan kanalizasiyası ona deyil. O nə dərsi var? Deyir, bizim üçün o böyük sudur. Həmi də çənlə suyu alırlar. Gedib pul verirlər, 50 manat mı, neçə tonluq çəni gətirirlər, həyətlərindən şeyə tökürlər, o çənə. Çəndən də götürüb o daş var, o süzən daş, ona qoyurlar. Gör nə qədər prosesdən keçir. İndi adam o deyir, belə bir şey var, deyir ki, ac adam heç vaxtı belə tox adam acı başa düşmür. Deyir, mən acam, deyir, sana nə olub ki? İndi oradakı insanlar bu suyun şeyini görüblər, birisi də Neftçalanın icra batsanca o işlə məşğul edir. Tələbəm, təsəvvür edin ki, Xəzərdən Kür azalıb suyu azalanda su hara gedəcək, çökəyə. Xəzərin suyu gəlib şəhərin içinə girib. Hamısı duzlu su, heyvanlar su içə bilmir, insanlar su içə bilir, icra batsın bir işi var idi. Bütün rayonlarda xahiş edən hərsənə bir gidəcək, ahalini və heyvanları su ilə təmin edəsin. Yəni, böyük bir ciddi problem idi. Burada sizdə bu problemi elə yox, xoşbəxtlik, amma yəni bunun qədrini bilmək lazım. Elə düşünməyin ki, elə bir, bu çoxdur, boldur da, bu nə olacaq boldur? Amma bu bolun da nə eləmək lazımdır? Qədrini bilmək lazımdır ki, onu səmərəli istifadə eləmək lazımdır ki, gələcək indi bura belə qalmayacaq, bir müddət keçəndən sonra mən elə düşünürəm, mənim özüm belə fikrimdir ki, bura Azərbaycanın ən inkişaf etmiş sanayi cəhətdən demirəm, amma bu turizm baxımından, ondan sonra ahalini məskunlaşmağa baxımından, indi siz gəlib bura məskunlaşsınız, birazdan sonra bura məskunlaşmaq problemi yaratır. Nə mənada? Çünki hamı gəlib yerləşibdir, burada yer-yurt düzəlib, inkişaf edib, yavaş o kənardan gələn bura adaptasiya edə bilmişək, uyğunlaşa bilmişək və ona görə də əsasən də gənclər burada gəlməlidir ki, burada neynəsinə gələcəkdə öz karyera arasın. Çünki bu Zəngəzur dəhlizi açılandan sonra təsəvvür edin, bura onlar logistik mərkəz olacaq. Yəni, bütün dünya buradan gəlib gedəcək, gəlib gedəcək nə olacaq, o həm bizim ərazimizdən keçəcək, bizə pul ödəyəcək, həm də edəcək, qiymətlər də düşəcək müəyyən mənada. Çünki kim logistik yolların, tranzit yolların üzərində yerləşir, orada həmişə məhsullar üzər. Amma onu da xatırladım, dünyada da ərzağın qiyməti get-gedə qalxır. Nəyə görə? Çünki əhalinin sayı dünyada artır, amma o risklər nə su, nə digər şeylər yığılır, artmır. Bu da gətirib, sonda nəyə gətirib çıxardacaq? Dünyada kim satırsa, ərzaq satırsa, onlar deyəcək, dünyanın idarə edir. İqtisadi cəhətdən asılı olasın. İqtisadiyyatı da asılı olan başqa ölkədən və həmi də siz, bax, biz məhsulları xaricdən alırıq, oradakı fermerlərin inkişaf eləməyinə kömək edir. Çünki onların məhsullarını alır, onlar da təsərrüfatlarını genişləndirir. Ona görə də bu bitki də vegetasiya müddəti olmur, ona görə biz nələr maliyyə? Bu seyfətlərinin qədrini bilməliyik, bundan istifadə edilməliyik. Burada desə bir nəfər belə ətraflı məlumat versə yaxşı olar. Tutaq ki, məhlələrin nə ilə hazırda suluyursunuz? Həyətyanı sahələr vardır, azdır, çoxdur, başqa məsələ amma var. Əlavə xət verilibdir. Əlavə xət verilibdir, sərraş dona qoyulub, o suyla sularılır. Hə. Bəli, deməli iki cür. Bir var içməli su, bir var texniki su. O texniki su. Bəli, də o təmizlənməmiş şey. O elə kənd təsərrüfat bitkilərinin suvarılması o daha məqsədə uyğun. Çünki onun tərkibində lil də var, müxtəlif qida maddələri var. O bitkinin inkişafına müəyyən mənada kömək edir. Amma o birisi su anlaşılır. Biz köç eləmişik, üç kəndimiz, şəhər, Laçın şəhəri. Bizim çoxlu qulaqlar olub. Mən bir dəfə Azərbaycan televiziyasında eşitdim. Orada danışırlar, nəyimiz qaldı. Bir nəfər dedi ki, 235 adda Laçın rayonu ərazisində adı ilə tanınan qulaqlarımız qaldı.
Biz burada olmayan vaxtdan söhbət gedir. Və o bulaqların əksəriyyəti gözləri tutulub belə deyək ki, onun axını indi yoxdur. Bir də əsas məsələlərdən biridir ki, yerli adamlar bizdə o tutulan bulaqları yerin bilən adamlarımız açan o sular gəlsin. Yeraltı başqa qurumlara getməsin. Bəli. Yəni içməli sular. İstifadə olsun ondan. 235 adda bulağı olmalı bir rayonun ərazisində. 1830 Onlar görüşəndən belə bir çay boyunda bir su məsələ gələcək. ərazisi olan rayonda elə belə şey deyil. Bu da Allahın bəxşidir bizlərə. Hamıda indi Laçın rayonunun suları, mən demirəm o yer başqa, bu yer başqa, bölgələri demirəm. Amma bizim bölgədə olan sular bəlkə də heç yerdə yoxdur. Heç yerdə, heç bir rayonumuzda yox. Laf belə götürsək, nə bilim, şimalı, yaxud qərbi, bizdə olan... Şu qeyd eləmək istəyirəm ki, mən Böyük Qafqazında bulaqlarını görmüşəm, Kiçik Qafqazında görmüşəm. Mən deməli 2 yaşımdan düz 88-ci ildə olmaqsa Kəlbəcərə çox keyif gəlmişim, də bir ay qalmış oldu. Tam fərqlidir, tam fərqlidir. Bugün indi yəqin ki, Mingəçisi suyu adlanan ərazidə... Bunları işıqlandıraq ki, qoruyaq, o bulaqlar tapmaq lazımdır, siz demişsiniz, çıxartmaq lazımdır. Zabuqda da bulaqlar var, Çönçəli var, Xəzəzli var, Məmmədçöy bulağı var. O iki boyun arasında bulaq var. Sümürlüdəki bulaq var. Nə bilim, ərazilərimizdə çoxdur bulaqlar. Amma qabaqçı su yoxdur. Nə məna yoxdur, yenə deyirəm. Onlar tutulurlar, az gəlirlər, indi yağıntı. Məsələn, mən uşaq vaxtı olan qar 2 ildir buradayım, bizim 23-ün ilk gələnlərdən. O qar indi burada yoxdur. Çox siz düzgün qeyd elədiniz. O qar yoxdur. Mən Bərdədən olanda qışda görükür. Murovun Bəyəxtdan düz ortasına kimi qar var idi. Bu qış inşallah, Allah ömür versin hamınıza, 3-cü qışı burada olur. Amma qabaqçı qışı görmürük. Qabaqçı yoxdur. Şaxta olur düzdür, qar olur amma az olur. Sellərin vəziyyəti, orada sellər də o qədər qabaqçı olmur. O qabaqçı sellər indi yoxdur. Düzdür, çayın üstündə su elektrik stansiyaları kimi bəndlər var. Bir də heyvan zat olmadığı üçün ərazidə ot örtüyü belə deyək, ildən ilə o yağan yağışı da o da götürür. Yəni sel axmağının qarşısını haradasa neçə faizsi alır. Qabaqçı sellər indi yox. Nə mənada? Ağaçları kəsdilər. Yandırıb ağaçları. Nəinki, deyək, bax, aciyə bu dünyada ən agresiv millətlərin faşist deyirdilər də Almanlar. Almanlar heç vaxt insanları öldürüb, nəm kommunistlərlə, amma təbiətlə işləri olmuyubdur. Bu ermənilər gör nə qədər məhkəmliyədə, ökosud açıqca bu, mən istəmədim o termin işləməm, çünki o termin biraz elmi termindir. Ekosid, təsəvvürlə Bəsibçay dərəsində yesən təbii çınar meşəsidir. Bu dünyada, Avropada ən böyük təbii çınar meşəsi, yəni o ne şiməllikdir. O vaxtda da o ünönlərin Həsən Əliyev təklif edib ki, burada yaratmaq lazımdır. Dövlət təbiət qoruğu şəhət çınarını qorumaqdan ötürü. Dünyada 7 növ var, bir bizdə var şəhət çınar. Təsəvvür edin ki, Ermənistan arasında yazılıblar 60-cı ildə. Bizdə Ulöndərin təşəbbüs, yəni Həsən Əliyev qaldırdı məsələni, təşəbbüskarı. Ulöndərdə işlədən şəhət çınarını qorumaqla 74-cü ildə, 1974-cü ildə orada şey yaratdı, 107 hektar meşə sahəçiləri çaldılar və orada da elə meşələr var, onlara təbiət abidəsi deyirlər. Artıq onlar ağac kimi getmirlər. Və onu Dünən elə Kafkaz üstünə düşdük. Zabuqda bir dənə xamsilər var. Dünənlərim sizin qardaşınız Elsəvər. Elə bərabər getdik, baxdıq. Deməli, 1500 civarında yaşı var. Təsəvvür edin ki, nə enlilikdir bir... O qalıb toşaq deyə vaxt böyük. Hə, dedilər ki, bəli, çox enli, çox belə... O yaşın azaldı bu. Bəli, azaldı bu adamın yaşı. Onun dibində yumurta sarısı ilə örülmüş asanın üstündə 2 qəbir var idi. O qəbirlər də indi o onu şeyə salmaq 8-ci, 9-cu əsrdən üzvəri təbiət abidəsi kimi abidəsi kimi qeydiyyata almışdılar, amma yaşını çox az göstərmişdilər o çınarı. O işğalda əvvəl kimisə həyətində idi. Orada dəyirman var idi. Dəyirmanın həyətində deyək belə. Sonra indi o bölümdə də... Məsələn, o qəbir nə yaxşı gəldi çıxır? Bəli.
Qəbir necə gəldi ora çıxdı o vaxt? Qəbir heç dəyirman olmadan orada olubdu. Sonra yanında Sonra da o dəyirman orada olubdu. Qəbir çox qədim idi. Çox qədim idi. Amma bura üçün o şərhçilər... Müsəlman qəbri idi. Müsəlman qəbri idi. Aha. Qibliyə qoyulmuş qəbirlər. Yəni burada mən adətən çinara rast gəlmədim. Bir də indi dəyirman dedim, Zabuqda 2 dənə dəyirman oldu. Bu kəndin 3 qəbirstanlığı oldu. Bəli. Tarixi çox qədimdir. İndi bu gün elə Zabuq deyəndə deyirlər belə elə. Zabuq düzdür. 18-ci əsrdə yaranma adı. Bunun mənşəyi nədir, Zabuq nədir? Zabuq döngə arxası deməkdir. Hələ Pyotrun vaxtından, müəllim buradadır, biraz tarixdən danışmaq çıxmır. Yəni 1721-ci ildə İstanbul razılaşmalarına qədər Çar Rusiyası ilə Türkiyə arasında ona qədər də şeylər var, müqavilələr var, ondan sonra da Ədəniyə qədər, 1829-a qədər gedir. Kazaklar ki başladılar, Farslarla Ruslar Azərbaycanı böldülər. Kazaklar da Çar Rusiyasını, indi bu tarixdə hamı evlərdir, sərhədləri də onlar qoruyurdular, poçtları da onlar daşıyırdılar, quberniyalara. Yazavataboldan çıxan quberniya maşını, Kazakların o poçt arabası, maşınların arabası gəlirdilər. Bərdə ilə Ağdamın arasında yarım poçt bu gündə deyilən var. Bəli, var. Var, Əsgəranda da var. Ümumiyyətlə sanasam çoxdur. Gəlib, burada da var idi. Burada aşağıda biz uşaq olanda o Kazakların at saxladıqları, dincəlçiləri yeri də məktəb eləmişlər. Sonra da 2 mərtəbə Əhməd Maya müəllimənin vaxtında tikilmişdi, biz orada oxumuşuq. Burada da gələndə Kazaklar dayaxali, ne etişiyor? Vot zaytın buğulom. Ona qədər buranın adı Baharlı oldu. İndi çox adam deyir, kəndimiz vardı, Baharlıdır. Zabuq, Baharlı tayfasından qalmadı. Qarqonlar Baharlı tayfası. Bəli, oradan qalmadı. Döngənin devi o, dayaxali, o da Zabuqrom, döngənin arxasında, O söz mənşəyi oradandır. Deməli 18-ci əsrin əvvəllərindən başlamış adıdır. Ona qədər yəni, qəbirstanlığın biri indi hamı bilir, Arxandərə tərəfdə, Arxandərənin qabağında olub, biri Qaratikanlıq deyilir, Mərdingilinin arxasındaydı. Onlar oje itik gedib, dağılışdır, yox. İndi hazırki qalıb. Və nə yaxşı əvvəlki adı qoymursunuz siz bura? Biz o adı təşəbbüs edənlərdə oldu. Bir də biz bir şey dedik ki, nə bilim, hələ Clintonu da, Joseph Bideni də, Trump'u da Zabuq kimi tanıyır. Biz bu addan qaçanda, bu addan bütün dünyada Zabuq deyil. Bu Kaldır Zabuqdan keçir də. Keçmiş Kaldır. Biz o addan qaçanda, biraz bizə elə gəlir ki, bəlkə də düz düşünmürük. Biz özümüzünki hesab eləmirik. Bu, başqa da şey olub, təzdən ad qoyur oraya. Yəni, o biraz problemli şeydir. Dünyada problemli şeydir. Siyasətlə məşğul olanlar onu daha yaxşı bilər. Biraz o mənada tarix necə çox o cür yaşanmağı yaxşı. Adam var ki, nə bilim, dədəsinin adı dəyişir, indi başqa adı yazır. Ya da nə dəyişir, o kontakt tutur. Amma hamısının aparılır. Nəysə belə bir şeylər var. Müəllim, bəs buranın yaylaqların haraydı? Hara cəmaat çıxırdı yaylaqlar? Oradakı bulaqlar, oradakı su sistemi necə idi? Hələ 41-45-ci ildən qabaq kilsəliyə gediblər. Siyanın bu bürüzünə, Qara kilsənin bu üzündə kilsəli də var. Azərbaycan torpaqlarında indi Qara kilsə də, kilsəli də hamısı Albanların... Zəngəzur idi də, Zəngəzur. Şərqi Zəngəzur, Qərbi Zəngəzurda bizik. Və Şərqi Zəngəzurda bizik, Qərbi Zəngəzurda. Yəni, sonra da Əhmədlinin başında Qaragöldən bəri Çılçır dağı deyildik, orada qoyunmal gedirdi. Oranı sonra verirlər Alxaslıya. Bu kəndin başı çox bəlalı oldu. Torpaqlarını da Sovet dövründə, belə indi çıxmasını, mərkəzdən bir şey gələndə birinci bura gəlib çıxır. Kilsəlini bizdən götürüblər, verirlər Alxaslı kəndinə, Qızıl Ordu savxozuna, kalxozuna, o vaxt kalxozuna. Komsomolu gətiriblər, Qaragölün bəriki üzündə Çırçır dağı deyildi, onun ətəyində qoyun ferması, mal ferması üçün yeridir. Yəni bizim Zabuq kəndinin həm coğrafi mövqeyi yaxşı olub yola görə, bayaqları müəllim dedi. Yəni o kommunikasiyalar keçirsə, nə gedirsə orada bu yol hər şey. 18 dənə maşın avtobusu keçib buradan. Bakı Siyan, Bakı Sumqayıt, və ya Bakı Sumqayıt, Bakı Siyan, Sumqayıt, Siyan,
Qafanlardakı və şimala Şirvanki. hamısı, yəni hamısı. Yəni bu yol hər şeyi verir bura. Və belə pis də çıxmasın, bu yol bizə çox böyük mədəniyyət də verir. Məsələn, çox şeydən bizim xəbərimiz olub, tutaq ki, 60 kilometr, 80 kilometr Laçından aralı kəndlərdə o gedib çatana qədər bizdə olub. İşıq birinci Məlumatlılıq çox olur. Məlumatlılıq çox olur. İşıq Laçında yananda burada da yanır. Qaz onun kimi. Biz burada qaza şey verə bilmirdik. İşğaldan əvvəl burada qaz var idi. Bu az var idi nədir? Yəni bu yol hər şey verir. Ermənistana gedən qaz qətti, Naxçıvana gedən buradan Şehrin üstündə yerləşmişsiniz. Həm bəlalıdır, yol həm bəlalıdır. İşğalla bağlı bəlalıdır. Məsələn, işğalda bizim başımız çəkəndə heç bir kənd çəkməyib. Buradan o tərəfə hansı kənddir? Biz 4 kənd. Biz 2 kəndinə... O tərəfə Ermənistandır. İki Ermənistan kəndiylə, Ermənistan kəndiylə bizim sərhədimiz var. Məktəbin qapısına çıxanda post görükür. Axırıncı postumuz burada, bizim kəndin üstündə. Bu dəqiqə bizim kəndin əhalisi Corus rayonu. öz ərazimizə qalxa bilmirik. Qapını aşağıda. Həm Corusla ilə həm Laçın, həm də Siyan ərazi olaraq. Mən Zavlu demirəm. Zavlu Corusun 2 kəndi ilə həm sərhəd. Bir də Xalanlı yeri götürsən, Ərəbistan. Xalanlı yerində Qarçanlı yeri verirlər, Laçın şəhərinə bizim torba götür verirlər Qarçanlıya. Yəni, başımız çox belə olar çəkir. Demək, erməniləri doluşturdular Qarabağa, bəli. Ədirnə müqaviləsinə başladılar köçürülməyə. Bəli. Sonra, o şey olandan sonra, buyurun. Onlar ki, bunu başladılar köçürülməyə, o təhcə Qarabağa, o Dağlı Qarabağ çeşmişlər, onlar köçürülməyibdir. Həm də Corusa köçürülüb, Siyana köçürülüb, Qafana köçürülüb, Yerevana köçürülüb. Amma Laçın orada çox qeyri-adi bir dənə üstünlük yaradır. Bir dənə mən onu sizə deyəcəm. Bu, Qarabağa köçürlərindən sonra Alban kilsələrini birləşdirdilər, verdilər erməni katolik kilsələri. Və Qarabağ da o birləşməyə görə, onlar elə bil ki, belə deyək də, o iddiaları meydana çıxdı ki, elə bura əvvəldən bizim idi də, falan bəyənəcəm. Ancaq məsələ burasındadır ki, burada o xristiyan ənənəsi artıq 1828-ci ilə qədər qırıldığına görə, burada xristiyan qalmadığına görə, onlar bir hissəsi İslamı qəbul eləmişdi, bir hissəsi də çıxıb getmişdi. Siz təsəvvür edin ki, şey dövründən qabaq, Türkmənçay müqaviləsindən qabaq, bu ərazilərdən də, Zəngəzur ərazilərindən Albanlar Rostova gedib çıxdı. O vaxtı mən onun ortalıqdan çıxartmışdım. Onların hamısı sırf Alban kilsəsi kimi qalıb. Onlar heç vaxt erməniləşməyib də. Ona görə onların bütün o tarixini, Laçın belini qırır ki, sizin dediyiniz deyil də, buradakı o Alban icmalarının tarixi. Bir də indi onu biraz da bizim su ilə əlaqələndireyim. Eyni şeylər su yaddaşı ilə bağlı da ortalıqda çıxır. Məsələn, bu Qaragöllə bağlı, demək, mən çox, bizimkilər o tutmuşdular artıq o mövqeləri falan tutanda. O ermənilər iddia elədi ki, bəs Qaragöl, demək, tamamilə bunların sərhədində olubdu da, belə doğru dildə desək. Biz orada çox ciddi mən yazılar yazdım. Sonra Real TV-də bir 3-4 dəfə çıxış elədim. Rəşad Məcid, yəqin ki, tanıyırsınız, o da əslən Laçınlıdır, Mətbuat Şurasının sədridir. 86-cı ildə onun bir dənə Elm və Həyat jurnalında məqaləsi çıxmışdı. Gəlib burada Qaragölün demək vəziyyətini araşdırmışdı. Onu tapdıq, çıxartdıq və s. Hətta dövlət başçısına həmin məqalə məruz olundu. Yəni o Qaragöllə bağlı 86-cı ildəki məqalə bizim çox köməyimizə dəydi də, əməlli başlı. Orada onların biz etnoqrafik şeylərini tapdıq, çıxartdıq. Bunların Qaragöllə bağlı su yaddaşı yoxdur. Yəni hidronim deyirlər də, yəni suya bağlı adda. Bir şeyləri yoxdur. Heç nə tapıb çıxarda bilmədilər və s. Tutaq ki, mənim yadıma gəlir, çox eşitmişəm onu belə, dədəm çox danışırdı ki, Qaragölün böyründə bir çıraq daşı olub, güya cəmaat köçüb gedəndə, elə bil də, yaylaqdan öncə payız geri qaydanda, orada şey yanırmış, o çıraq daşının üstündə şamzat yandırılmışlar, yenilmişlər və s. Bax, bunların bizdə hamısı var, şey var da, xalqın yaddaşı var, onlarda yoxdur elə bir şeylər. Çünki onlar olmayıb o.
Bəli, tamamilə Müəyyən doğrudur. tarixi dönəmlərdə tarixi şəxsiyyəti Bəli. o tarixdə belə deyək də izi, hərəkəti böyük şey. Bəli. Düzdür. O vaxt ki, indi son vaxtlar 1829-20 Bəli. Paşa bəy, nə Bəli, bilim bəli. Sultan bəy, Xosrov bəy. Burada olmuyor. Bura deyil. O Həkəm Sabit Dərgəli, Sabit O su ərazisidir. Solda, orada belə döngə var, o dərədə. Hə. Orada Ermənilər ona çox ehtiyat edilmişik. Laçınlıları 3 gün girməyiblər ki, Qarabağ var. Xat dərə var. Mən onu Qəzəfər müəllimdən də çox şeyləmişim. Sonra Növbəti tədbirimizdə gələcək qəzəbət. İnşallah. Şey vardı, Eldos vardı, Rüstəm Eldosu Quvvatlı var, Güləbitli var idi. Sultan bəy haqqında çox yazılar yazmışdı. Bəli. Bir dəfə Topatlan var bizdə. Topatlan bilirsiniz haradır. O Bərdən gələndə Şeydə, yolun üstündən orada Sultan bəy şeyləri qurdurur orada. Topların qurdurur, Orada usta uzaq. erməniləri Şəkil qurdurur. çəkir. Gələn Hə, ermənilər. hə. Bəli, bu tarix səhv yazılır. Bəli. O da səhvdir. Nə səhvdir? Zabıq dərəsi deyil. Zabıq dərəsində erməni öldürülür. Buradan keçiblər. Sultan bəy onu buradan boşlayıb, nə bilim atlara nələr yükləyiblər, sökülmüş silahların nə? Onu tat dərədə, Sun ərazisində qabağını kəsiblər, Sun ərazisində, Şalvar zəmində elə Sun ərazisidir, toplu orada vurulur. Amma həmişə tarixdə, deyirəm, Qəzəfər müəllim, bunu niyə verirlər? Deyir ki, nə bilməm, o da oğludur. O da rəhmətə gedib. Yox, bilirsiniz müəllim, onun bir çoxu elə bir bu işğal dövründən düşdü. Orada bir böyük su anbarı düzəldiblər. Adı qoyub Zabuqçay su anbarı. Deyirəm, siz Zabuqçay Qullasırasadan da qutardı. Harada qıldı? Mənbə burada. Hə, mən götürüb Mənbə şey. burada. İndi bizim ərazidə ikinci su elektrik stansiyası var, hələ üçüncü də tikiləcək. O panellər vermir, panel biraz kömək edir. Panellərə bateriyalar, akkumulyatorlar qoymadı. Dedilər ki, onun 3 gün nə qədər bilən birinin qiyməti var, bir ev üçündən nə. Günəş olanda evdə istifadə olan enerjiyə çox böyük kömək edir. Dəstək verir. Dəstək verir, sözsüz. Dəstək verir. Məsələn. Bəs burada o bayaq elə danışdıq. Suya biraz investisiya qoymaq nədir? Bu gənclər qaydacaq eləyəcək. Çömçəli bulaq, məsəl üçün. Çömçəli bulaq suya lazım. Onun üçün investisiya qoymaq lazımdır. Bir də, bilirsiniz necədir? Onun da yenə məskunlaşmalar olmalıdır, kəndlərin zaten sayı artmalıdır. Ondan sonra dövriyə yaransın. dövriyə yaransın, İcma neyiniyəcək? işçi qüvvəsi, İqtisadi dövriyə olmalıdır. Nəsə bu işlər olsun Ahali ki, sayaqmalıdır ki, burada Dövriyə və yaransın. o istər-istəməz bizdən asılı olmayaraq, onlar hamısı Tənzimlənəcək bir beş belə şey, köhnə bir söz var, də Moskva bir dəfə yetişirməyib ki. Desrazın el pastoroluyuz. Nəsə, yəni onlar da yəqin ki, yavaş-yavaş Məsələn ki, görür ki, Slavyan suyu var Şeykidə, Gədəbəydə, Ha. bulaqda. Məsələn, başqa bir Bəli. soyuq bulaq var. Bax, o çömçəli bulaq hardadır müəllim? Bax, Başqalardadır, o gərək ki, postdan keçəcək. orada nə qədər su? Yox, o su azdır. Mən bulaqların adlarını deyirəm, o çox azdır. Məsələn, Məmmədçiyin bulağın suyu ondan Yəni, çox. hansını ki, çoxdur, daha çox su verir. Məmmədçiyin bulağın suyu çox. Qassalar da, onu tədqiqat aparıb qassalar tutaq ki. Çox ki, mənbəyə çıxıb getmək olar. Hə, yəni o fərq dediyimiz kimi də günə bir nə qədər tutur? Yox, onu yalan deyirəm. Çünki o azdır. Korza bulaq. Siz bilirsiniz nə demək istəyirsiniz? Onu o sıramıq gətirməsinlər də, burada yer suyu gətirmək. Həm onların səmərəlisi pul qazansınlar, həm də buradakı ahali gəlsin, bunu İş yeri olsun. Hə, Siz dediniz Slavyan hanı. Xətay metrosunun yanında Paşançı, onun yanında İlhamla Nərmanov suyu buraxırlar. Səndən Gədəbəydən su gəlir, məsələn, ayaqları dedim, çıraqlarla, yaxud barjonla. Mən o işdə işləmişəm, o işi bilirəm mən. Orada, o qulağın özünə, mən orada olmamışım o qulaqda, deyir ki, bir günə bir maşın ancaq dolar. Həmin o əsas suda, o birisindən vurur. Oradan bir sistemla gəlir, 15'i vurulur gedir. Amma adı Slavyanka. O adamları mən şəxsən tanıyıram ki, Əhmədli Məhəmməd. amma mən bir dəqiqə dünən də yenə getdiniz, suyu gördüm, Hafim gəlir buranın suyuna. O valyutadır, axıb gedir. Hə, həqiqətən valyuta. Qəmbər bu. Həsən Əliyev akademiyada, Qəmbər. o vaxt Böyründə o girəndə o yaşadığını bilirsən. Balata belə şey, Onu bu gün təcrid edir ya. Qədrini bilmir. Bilmiyor.
Bu gün də bilmirik. Dünya suyu şeyini satır, böyük valyutadır. dollara satır. Biz bu suyu gəlir. Burada bu kənd çoxumuz oradan su gətirib içirik. Hamısının evində var da. Tokalara yığılır. Ha, akşamı da Məsələn, o qaq suyu deyilir. O qaqın mənbəyinə mən getdim ki, Bərdə rayonunda hara baxsan qaq suyudur. Mümkün deyil o. Bir dəfə bir rus manətər öyrətdi, bir doktorantor tələbə yoldaşı bu suyu. Dedi, rus şeyi, limon tuzu. Şeydə soruşum, yəni siz daha məlumatlısınız. Demək bu Bilkəndisi suyuna gedəndə yolun qırağındakı bir əhmədli şəlaləsi var, göydən tökülür. Onun mənbəyi haradır? Onda sizin sözünüz olmazsa dollarda yapıb keçirəm. O şeydə, kəndin içində Əhmədli kəndə çıxmışsınız. Kəndin, o gör, Kəpərdə daxı. Yox, Əhmədli bəndə deyil, Əhmədli görünmür. Siz görən Qalaçadır. Elə mi? Orada yazılıb bax Əhmədli. Əhmədli yazılır. Biraz getsən arada Seydəmir körpüsü var. Oradan keçib qalxsan. Ağanın körpüsü var. Köprüdən gedən sonra çıxırsan o. Orada dərənin içində mədəd suyu var ki, Bilkətdə o fakt olan sudan qiymətlidir. Orada 4 cürə suydur. Qotursa Mən elə Əhmədli demirəm. Əhmədli kəndi deyirəm. O bulaqlarla bağlı böyük bir layihə. Şəlalənin mənbəyi nədir? Kəndin yuxarısından bulaqlardan gələn suyu. Gələn sudur. Onu amma elə xeyli su axırdı, orada mən Gözdə şəlaləsini etdiniz. Qaragöldə. Alemələr. Yox, Bozdu şəlaləsini tapa bilmədik ona görə. Notfos şirkəti var. Elə onu deyir, müəllim onu deyir, zəhmətdir. O boya dönmək istədi, şey yolun tapıb gedirsən, Bunun tamamı düşürsünüz. Şirkətə çatmamış. Elə şirkətin Turbanın üstündən keçirsiniz, çıxırsınız şəlaləyə. Həmin şəlalə 350 metr yuxarıda o boyda. Yolu tapa bilmədik. Yox, orada soruşardınız da birindən. Bu Notfos şirkəti var. Bax, ona çatmamış. Elə ona çatanda görürsən ki, olar. Ələm, onu mən ona görə deyirəm ki, siz oraya getsəydiniz, bu Bozdu şəlaləsi, o boydası 350 metr yuxarıda daşın altından bulaq şəkildir. Allah Allah. Möcüzədir. Ağbulaq suyu. Ağbulaq şəlaləsini görmüsünüz? Hələ çox şəkil görmüşəm. Yox, şəklini qoysun. Kəndin elə yuxarısından o boyda şəlalə bulaqdır. Özləri o bulaqlar bilirsiniz nə Elə belə- dağın o minerallarla Ağac zənginləşir. olur, sürüb Onun gəlmez. qiymətini artıran o minerallardır. Müəllim, xaladenikə bir belə su qoyursan boğazın ağrıyır. Buz kimi sudur, əlini saxlaya Onu bilmirsən. dəfələrlə Nə qədər içirsən et. Xaladenik ki, boğazda onu buz kimi içirsən boğazını heç də deyil. Heç Beş lira. də. Yox, orada elə bayanças var. Yox, Hər bir hissə var. sırf bulağın, Siz deyən əli bulağın aşağısında şey var. Hər bir hissə bu deyək. Təmiz. Çox sağ olun, çox maraqlı diskusiyamız oldu, çox maraqlı məlumatlar əldə elədik və düşünürəm ki, inşallah bizim təşriflərimizə, bizim hazırlayacağımız məqalələrə çox böyük inşallah diqqət ayrılırlar. Bizim layihənin bir əlavə bir belə deyək qolu da var, o da nədir? 5 bulaq haqqında biz mediada təbliğat demək aparırıq. Artıq demək bu Molla Temrin bulağı var idi qarışıqlarda. Mən çəkib çəkdirib gətirdim. Bəli, onunla bağlı onu yayımlanmışıq. Şəhidlərin Sonra Sadınlar kəndindəki bulaqlarla bağlı Nizami demək müəllim var. Nizami İsmailov familiyası səhv edirəmsə, ya Mirzəyevdir. Elə mi? Hə, Nizami. Yusuf Mirzənin qardaşıdır uzun sözünü. Yusuf mənim dostumdur ona görə. Daha yaxşı tanıyırım. O hazırlayıbdır. Yəni onu da artıq verəcəyik. Sonra Soyuq bulaq haqqında deməli bir məqaləmiz hazırdır. Bu indi müəllim dedi, o mənim yadımda qaldı artıq bu demək qotur bulaqlar deyirdiz ki, şeylər, mədə bulaq. Bəli? Göz suyu, bulaq var idi. Hə, o belə deyək, malicəli bulaq. Hə, bizə lazımdır ki, onları tapıb çıxardaq ki, sonra belə deyək də bu müəyyən o dövlət qurumlarına təsir eləyir ki, oranı bir qazı beləsinlər, çıxarsınlar belə. Orada yerin... Hə, seyləmək lazımdır belə. Sonra başqa indi əlimizdən gələn başqa əl bulağı ilə bağlı, çünki o belə deyək, əl bulağı həm də biraz cəmaatın müqəddəs yanaşdığı bir yer idi o Sultan Baba birinə görə. Məsələn, indi o yerlərə gedəndə cəmaat biraz işki falan içir deyilirdi, amma əl bulağında heç vaxt, hətta işğaldan sonra da o videolarda çıxdı, cəmaat orada o ənənəni qorumuşdu, heç kim orada içki içmirdi, onun özü də böyük bir
o xalqın bəhs etdiyimiz yaddaş məsələsidir. İnşallah bundan sonra Laçında artıq gedirik, orada Qəzənfər müəllimcildə iştirak edəcək. Eyni tədbiri bu şəkildə birini də orada keçirəcək. Çox sağ olun, çox böyük qonaqpərvərlik nümayiş elətdirdi. Allah canınızı sağ eləsin. Həqiqətən də çox belə mənə elə gəlir ki, ciddi şəkildə bir fikir mübadiləsi apara bildik. Sağ olun, var olun. Mən istəyirəm ki, sizdən